Bismillahirrahmanirrahim. Və bihi nəstəyin və huvə xeyrun nasirin və muin. Salam əziz Təfəkkür 114 TV-nin izləyiciləri. Hər birinizi xoş gördük, hər birinizi salamlayıram. Yenə də sizlərin xidmətinizdəyik. Verdiyiniz hər bir suala görə, yazdığınız hər bir müraciətə görə hər birinizə tək-tək təşəkkür edirəm. Çox gözəl və günümüzün çox ehtiyacı olduğu, lazım olduğu suallardır. Sual var. Birinci sual budur ki, qorxularımızın səbəbi nədir? Belə sual vermisiniz. Birinci, hər bir qorxunun öz hikməti var. Hər bir insandakı bir bütü qırar. İnsanda bütlər var. Nəyə ki çox bağlıdır, əlimdən çıxar deyə onu özünə Rəbb qərar verib, büt qərar verib. Və hər bir qorxunun öz hikməti var. Yəni, həmin o qorxduğun şeylər ki, itirəcəksən, onların əlindən alınması qorxusudur da, itirmə qorxusudur, misal üçün birincisi. Amma hər birinin insanın həyatda çox böyük rolu var. Sadəcə insan buna diqqət eləməlidir. İtirmə qorxusu əslində insanın sahib olduqlarının keçici olduğunu anlamaq üçündür. Anla ki, bu ki sahib olduğun nə var, hamısı keçicidir. Bunu anla. İkinci, ölüm qorxusudur. Yaşamın qiymətini öyrədir. Axirətə hazırlığı öyrədir. Həyatın keçici olduğunu öyrədir. Diqqət edirsinizsə, hər bir qorxunun öz səbəbi var. Yəni, biz bu qorxularla nə edəcəyik deyəndə, bunları anlasaq, fərqində olsaq, qorxular bizi tərk edir. Yəni, Allah Teala bunları bizə elə-belə əbəs yerə verməyib. Üçüncü qorxu gələcək qorxusu. Gələcək qorxusu insanın təslimiyyətlə Allaha bağlanma vəsiləsidir. Yəni, təslim ol ona, özü burax onun öhdəsinə. Ona tapşır, ona həvalə elə. O, sənin yaradanındır, ona güvən. Dördüncü, xəstəlik qorxusu var. Bu da sağlamlığın qiymətini öyrədir. Sağlam vaxtda insan öz canının qiymətini bilmirək. Amma xəstələnəndə insan sağlamlığın qiymətini bilir. Fəqirlik qorxusu beşincisidir ki, bu da şükrün dəyərini öyrədir. Bunlar əslində qəlbə yerləşəndə qorxu artıq bir dost olur insan üçün, bir müəllim kimi olur. Yəni, bu qorxu mənə nəyi öyrətdi? Qorxunun yerinə ümidi oturtmaq gərəkdir. Bizdə əslində çatışmayan da elə budur. Qorxu ilə ümid tərəzinin iki taraz gözü kimidir. Heç biri digərindən nə aşağı, nə yuxarı olmamalıdır. Bizim, yəni bu qorxunu ki, həddi aşır, insanda bu problemlər baş verir. Orada artıq insan ümidi onun əvəzində nə etməlidir? Onunla balansı saxlamalıdır. Burada təvəkkül yetkinləşər. Onda və hər bağlı bir qapını daha xeyirli bir qapının açılması kimi görə bilər insan. Növbəti sual vermişsiniz ki, bəziləri deyirlər ki, keçmişi unutmaram. Amma xoşbəxt olmaq istəyirəm. Buna necə cavab verərsiniz? Keçmişlə xoşbəxt olmaq mümkün deyil. Biz əvvəlki verişlərdə də danışmışıq vaxtı. Çünki keçmiş ölüdür, geri gəlməyəcək. Misal çəkək, qəbristanlığı ziyarət edə bilərsiniz. Amma orada yaşaya bilməzsiniz. Xoşbəxt olmaq üçün belədir, oldu, keçdi artıq. Dərsimi aldım, idarə etmə artıq mənim əlimdədir. İndi talih qələmi mənim ovucumdadır. Həqiqətən də Allah insanı belə yaradıb. İnsan an-ba-an öz talihini dəyişdirə bilər. Qədir gecələri deyil, onun üçün də insan talihini neynəsin? Dəyişsin. Növbəti sual vermişsiniz. Bir dənə də bunu da xatırladaq ki, keçmişlə bağlı bunu da qeyd eləmişəm ki, burada bunu da sizin nəzərinizə çatdırım. Keçmişi günahlandırmaq bugünü fəda eləməkdir. Yəni, boş enerji verirsən, boş vaxt itirirsən, canım qoyursan, bütün hisslər və duyğularını sən buna həsr edirsən. Keçmişin günahlarını yox edənlər insanı yenidən var edən əməlləridir. Yəni, əməllə
Yeni işlər gör ki, keçmişini eləyəcəksən, yox edəcəksən, əvəzə yeni günlər yaradacaqsan özün üçün. Yeni talih yazacaqsan, bayaq toxunduq mövzuya. Növbəti suala diqqət eləyin. Sərhəd qoymaq nə deməkdir? Bu gün biz bu cür eşitmişik. Yəni eşitmişik deyəndə ki, cəmaata bu təbliğ olunur. Qərbin psixologiyası ilə insanlara bu təbliğ olunur. Sərhəd qoy, yəni həddini bildir. Sən bundan önə keçə bilməzsən. Sən mənə bunu edə bilməzsən. Birini deyəcəksən, ikisini deyəcəm. Zülm eləyəcəksən, mən də qarşılığını eləyəcəm. Yəni sənin qabağında mən nə edəcəm? Dayanmayacam. Sənin qabağından daha doğrusu qaçmayacam, dayanacam, sənə yürüyəcəm, sənə tərəf yürüyəcəm. Sanki belə bir fikir formalaşdılar insanda. Sərhəd qoymaq, yəni həddini bil. Düzdür, hədd qoymaq çox gözəldir. Amma İslamdakı hədd qoymaq, İslamda hədd qoymaq mövzusu tam başqadır. Yəni qəlbini qoru. Yadınızdadsa keçən verilişdə biz əzilmə haqqında danışdıq. Əzilmənə izin vermə mövzusu ilə. Özünü əzdirmə mövzusu. Yəni bu da belədir. Qəlbini qoruyacaqsan. Qəlbinə baxacaqsan, qəlbindən mərkəzdə Allah otuzdurmusansa, qəlbini zaten qorumuş olacaqsan. Qoruyacaqsan, qarşı tərəfə sözünü desən də Allaha görə deyəcəksən, Allahın buyurduğu təqdirdə deyəcəksən, Allahın buyurduğu kimi deyəcəksən, Allahın bəyəndiyi kimi seçib cümlələri istifadə edəcəksən. Yenə də diqqətli olmalı ki, burada Allah bizdən razıdır, yoxsa yox. Qəlbini qoru. Mövzu yenə də mərkəzdə Allahdır. Növbəti sualımız, həqiqi elm içdən doğan bir işıqdır. Muhyiddin Ərəbinin sözünü stat gətiriblər burada. Yəni bu haqda nə deyə bilərsiniz? Bəli, həqiqi elm insanın həqiqətinə bağlıdır. Elm insanın həqiqətinə bağlıdır. Nə qədər qazacaqsan canını, nə qədər nəfsini paçlayacaqsan, o qədər elm oradan çıxacaq. Hədisdə var ki, elm bir nurdur. Allah onu istədiyi kəsə verər. Yəni, insan nə qədər canını, ruhunu paçlayarsa, təmizləyərsə, nəfsini təmizləyərsə, bir o qədər onda Allahın, ilahinin elmləri aşkara çıxar. Növbəti sual, ağlın bilgisi ilə qəlbin bilgisi fərqlidir. Bəli. Bəli. Ağıl bölər, siniflərə ayırar, firqələrə ayırar. Amma qəlbin bilgisi bütövləşdirər. İnsanı vəhdətə aparar. Hətta tohidə çatdırar. Ağlın bilgisi kənardan gələr. Hüsuli elmdir. Yəni əldə hasil olunan elm. Qəlbin bilgisi isə içdən zuhur eləyər. Yəni əslində var, aşkara çıxar. Var olan zuhur eləyir də sonra. Deməli, insan bilməlidir ki, onun bilgiləri əslində qəlbində var. Sadəcə onları üzə, işığa çıxartmaq gərəkdir. Yenə də sizləri, əzizlərim, növbəti suallarınızı gözləyirik. Hər zaman biz sizə xidmət eləməyə canla, başla hazırıq və hər zaman sizlərin suallarınızı gözləyəcəyik. Allaha əmanət olun, sağlıqla qalın və əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.